Salam aleyküm. Bu kişinin inşallah sualına kim elmi cevap versə nə gözəl. Boş yazmayın, amma suala cevap verin. Salam aleyküm. Sarsıdıcı bir həqiqət var. Bir sual var ki, bu hekayəni təməlindən sarsıdır. Əgər Həzrəti Fatimə həqiqətən də döyülsəydi, təhqirə məruz qalsaydı, niyə bu barədə bircə dəfə də olsun danışmadı? O, Fədək bağı məsələsində haqqının yeyildiyini düşündüyü zaman susmadı. Məscidə getdi, mühacirlərin və ənsarın qarşısında sarsıdıcı bir xutbə verdi, haqqını tələb etdi. O zülmə qarşı susan deyildi. Necə olur ki, mal-mülk üçün səsini ucaldan bu izzətli xanım, öz şərəfinə, bədəninə, namusuna toxunan daha böyük bir zülm qarşısında tamamilə sustu? Niyə o təsirli xutbələrinin heç birində məni döydülər, qabırğamı sındırdılar demədi? Bəzən ən böyük həqiqətlər deyilən sözlərdə yox, deyilməyən sözlərdə, o böyük mənalı susqunluqda gizlədi. Və Fatimənin bu məsələdəki susqunluğu əslində ən uca səslə bu iddianın yalan olduğunu söyləyir.